ilkin mərhələsində gəliş həm rahat sağalma əldə eləmək olur, həm də ucuz. Bu da indi bir çox insanlara, xalqımıza önəmlidir ki, ucuz başa gəlsin. Bilirsiniz, bu preparatlar, cürbəcür maddələr, cürbəcür kimyəvi ya qeyri-kimyəvi maddələri, bunlar hansısa şirkətlər istehsal edir və onların da öz qiyməti olur. Və bizim də üsullarımızda, niyə görə bizə müraciət eləmənin fərqliyi nədədir? Biz bəşəriyyətin minillik təcrübəsindən istifadə eləyib də istifadə edə bilirik. Deyək ki, səthi döş üzərində, deyək ki, dəriyə yaxın bir törəmə varsa, onu biz sadəcə duzlu su sarğıları ilə üzə çıxarda bilərik. Mən Qarabağda hərbi cərrah kimi işləyəndə bir çox hallar... 90-cı illərin axırında, 2000-ci illərin əvvəlində orada biz çox vaxtı üzr istəyirəm, çox vaxtı duzlu su ilə, hipertonik məhlul deyirlər belə elmi dildə, duzlu su ilə həmən o yaraları, onlar ki, döyünəklər var idi, dəri səthi üzərindən nəsə bir yaralar falanlar, onunla çıxarda bilirdi və çox gözəl də effekt göstərirdi. Eyni ilə süd vəzində. Süd vəzi üzərində elə duzlu sarğılar qoymaqla, deyək ki, 1 litr suya 1 xörək qaşığı duz. Neysə əks təsir varmı doktorun? Yox. Heç nə? Burada sırf sadə su və duzdur da, başqa burada sadə çox elementar bir sistemdir, osmotik təzyiq nəticəsində. Duz konsentrasiyalıdır və bədəndə nə varsa maddələr onu öz tərəfinə çəkir. Mastitinmi? Deyək ki, dəri səthi üzərində, deyək ki, mastitdir, ya başqa bir şeydir, lap şişdir. Dəri səthi üzərində, amma içərdə olanda nə edir onu bəy? İçərdə olanda heç nə eləmir, çünki içərdə onu dəri çıxartmaq çətindir. İçərdə olanda baxır indi nətər, deyək ki, duktal, deyək ki, o keçidlərdə olan məsələlər var, ya toxumanın özündə var, kanal daxili, əzələyə yaxın var, deyək ki, fasciya yaxın var. Yəni biz dəriyə yaxın olanda bir üsullar tətbiq edirik, içərdə olanda başqa üsullar tətbiq edirik. Deyək ki, çox sadə süd vəzlərinin limfa drenajını yaxşılaşdırmaq üçün masajlar var. Yəni şəbəkələrdə də bu var, yəni orada da baxmaq olar. Bizə müraciət edəndə onu da öyrədə bilirik. Süd vəzlərinin insan özü-özünə xüsusi məşqlər elətdirir, idman kimi. Deyək ki, qoltuq altına verir əsasən limfa sistemi. Ona görə də deyək ki, masajı, xüsusi masajı, qolun xüsusi masajı, süd vəzlərinin xüsusi masajı. İlkin mərhələdə bu çox yararlıdır. Bu çox sadədir. Hamı da bunu eləyə bilər. Əlbəttə, profilaktik məqsədlə. Mən nə edeyim sizə? Və profilaktik məqsədlə süd vəzində xanımların özlərinin ayıq-sayıq diqqətli olması kifayət qədər eləyir. Deyək ki, hər hansı bir xanım, istəyir yaşlı, istəyir cavan, əvvəllər süd vəzində daha çox, ümumiyyətlə, xərçəng onkoloji xəstələr yaşlı insanların isə indi bütün qrupları əhatə edir və bizə müraciət edən bu ayın içərisində 18-20 yaşlı xanımlar da təsadüf eləyir daha çox.